deyirdim ki 24 saat qalacaq aeroportda, iş qalamadıqdır. Çox çətinliklə oldu. İkinci qolu atmışam. Yadımdan çıxıb sürücülük vəsiqəmi götürməmişəm. Daha yeni maceraya hazırsan. Sən artıq yox. Çox deyirdim ki 24 saat qalacaq aeroportda, iş qalamadıqdır. Qalmışdır aeroportumuzda. Hətta 21 olanda qayıda bilərəm. Problem biletdə deyiləm məndə. Cəza götürürdü. Özümü sevmişəm, sən qalmışsan. Bizim de orada olabilirdin. Arda. Orada. Bile. Böyle namıka dediğim yemekten bitirersen de. Çıkardım düşürük. Gel. Bunun üstünde kaydırır. Özünü. Ay. Hayaller burada değil, hayatlar. Axır ki, yəni keçə bildik qeydiyyatda. İzmirdən Ankara'ya, Ankara'dan da dostumuz gözləyir bizi orada. Oradan da Montenegro'ya. Aygün'den gelmişik, İzmir'dəyik. Bir tane sorsun geldi. Yaxşı. Ehtiyatlı keş yolu. Işıqla parıldadır. Aygün gelir soruşmağa ki görək. Ardından Ankara'ya uçmalıyıq. Aygün tapdıqdır. İndi gedirik. Davam edirik. İlerleyirik, görək. Bizi başka ne maceralar gözlüyor. Hazırsan yeni maceraya atılmağa. Daha yeni maceraya hazırsan. Sen artık yok. Çekin eləmişik İzmir aeroportunda. İndi gözlüyürük dəyərəmizi. Hələ vaxtlar var. Oturmuşuq burada filmimizi izləyib, nəsə bir şeyler yiyək. Görək bundan sonra başımıza nə gəlir. Gün də acıyıb. Pahalı tətil izləyəmək mən. Deməli başımıza gəlməyən qalmayıbdı. Mən vizanı almadığıma görə biletimiz təxirə salınası oldu. Qayıdıb gedib evdən pul götürmüşük. Gəlmişik təzən yeni bilet almışıq. Niyə görəsən? Mənim ücretimlə də boynuma alıram. Mən həmişə deyirdim ki, bu videonun adını qoyacağım ki, 23 saat Budapeştdə aeroportda qaldım. Amma artıq buna yeni başlıq ad fikirləşmişəm. Zaten o adı görüb gəlmişsiniz kanalıma. Bundan sonra görək nə olur. Bileti dəyişdik. Aygünün rəfiqəsi Türkiyədən Dəyişmədi canım. dəyişmədik Biletimiz də batdı, yeni bilet batdı, aldı. yeni bilet aldı. Aygün rəfiqəsi ora Podgoritsa biletini həll edənə kimi biz buradan Bakıdan da doğrusu Türkiyəyə getməyi həll elədik. Bir saatın içərisində gedib evdən qayıdıb gəlmişik təzədən yenə. Artıq elə bilirəm ki, neçə günlərdir yoldayıq. Ankara çıxışı avtobusla yerimizi tutduq. Kızılay'a gedirik. Dilek doktorun yanına. Bu gün onun misafiriyik. Yarın hep beraber Montenegro'ya inşallah gideceğiz. Səhər çıxmışıq, havalimanına gedirik, Ankara havalimanına, Esenboğa havalimanına. Bu işlərimiz.
ikinci qolu atmışam. Yadımdan çıxıb sürücülük vəsiqəmi götürməmişəm. İndi gözləyirlər. Deyirlər ki, bundan betəri ola bilməz. Deyirəm, ikinci qolu atmışam. Sürücülük vəsiqəmi götürməmişəm. Görək başımıza başqa nə iş gəlir. Bu da Ankara'nın Kızılay meydanı. Saat 7-8'e işləyibdir. Gedək. Əslində həyəcan yox idi. Mən görəndən sonra bildin ki, nəsə bir şey gələcək başımıza. Ya öyle olumsuzu çağırmadı. Dilek. Söp. İnanamıyorum. Maşınımızı götürdük kiraya. Duster 150 avroya deyirdi sigortası ilə birlikdə 3 günə. 140 avroya 200 avro depozit, 400 avro depozit yerdə indirməlidir. İndi təhvil alırıq maşını. Mən proqram evdə qaldığı üçün, sürücülük vəsiqəm qaldığı üçün Dilek sürəcək. Pilotumuz Dilek doktor. Mən qoyursuz burada gedirsiniz. Sol şerit bu daralır. Bura biraz da köhnə Alman evlərinə bənzəyir. Almanların qəsəbələrinə falan. Muhteşem təbiəti var. Ben niye geç kaldım biliyor musun? Şu dağa iniyordum. Burası da güzel. Navazanat. Prepare to enter the roundabout after 800 meters. Yok konuş. İyi konuşmuyor. Tatilde diyor. Video olsun. Aygün. Göremiyorum şu an. Sır, tamam. Peki sen şimdi buradan çekin. Özüm çektim. Çektin. Ay Aygün çok güzel.
Gelerik bura bir kutsal sudan. Çok güzel. Kiliseye gel, evet. Yine bir kilise. Çok güzel. Bizi de benim kimlere bitir çağır. Kotorun meydanındayız, merkezindeyiz. Gelirik qeydiyyatdan keçməyə. Sonra gedək peşlərimizi qoyaq evə. Oradan da bir yemək yeməyə. Belə davam edək. Daha neler olacaq görək. Şoferimiz buradadır. Aygün doktor buradadır. Burada yaxta var, limanıdır bura. Suyun təmizliyi, göz yaşlı suyu deyirlər, göz yaşı kimi təmiz. Həqiqətən də elədir. Şəkillərdə gördüyümdən də gözəl yer imiş. Gəlməyə dəyər. Harda qaldıq, necə gəldik, avtomobili hardan kiraya götürdük. Bunların hamısını yazacağım ve çalışacağım ki linklerini videonun altında qeyd edeyim. Sizin için asan da olsun. Belə çok güzel yerlerdir. Havası çok təmizdir, rütubət var. Təbii dənizə görə, ama havası çok təmizdir. Və bir də hər yerdən ocaq isi gəlir. Çox güman ki qaz yoxdur deyə odunla isinirlər. Muhteşem bir durum. Bu Kotor'un içeri şehri diye. Köhne şehri. Yani turistik eşyalar var. Deməli turist informasiyası yazılan yerden içeri girirsiniz. Girdiniz, düzleyerek gelirsiniz. Post idaresi. Post idaresinde orada artık qeydiyyatdan keçəcəyik. Günü 1 avro olmalıdır. Bunu mütləq eləyin. Yoksa qeydiyyatdan keçmədinizsə, qaldığınız gün neçə gün qalacaqsa, qeydiyyatdan keçmədinizsə, çıxışda cərimə olur. Cərimə eləyirlər. Az bir cərimə deyil. Öyrənib altta yazacağım. Ne qədər cərimə olunur. Alışa düşdük. Siz olun, mənim kimi pul xırdalamadan gəlməyin. Avro eləyin, gəlin. Çünki içəri şəhərin içərisindəki banklar xırdalamırlar pulu. Gedək indi Marina'nın yanında 4 ulduzlu restoran varmış. Ona tərəf gedirik. Buralar full gəmilərdir. Mən yağışdan uzlanan mən. Sıra falan hər şey qaldı maşında. Gallion restoran 5 ulduzlu restorandır. Mənzərəsi superdir. İndi yeməklərin dadına baxaq. Ve suyun içerisinde inşa edildiler. Ben evde de bunları yapacağım. Evde yapırsan burada da gelip ye işte. Yabancılık çekmiyorum ben. Allah sen güldürsün.
gəmilər. Burada turlar da olmalıdır. İndi sabah baxaq. Saat burada rəqəm da 16:32. Hələ də Kotoru gəzirik. Yeməyimizi yedik. Restorandakı yeməklər möhtəşəm idi. Qiymətlər elə bahalı da deyil. Tövsiyə eləyərəm. Tuna fiş möhtəşəm idi. Sanki balıq yemirsən də ət yeyirsən. Az qızardılmışıq. İndi gedək maşınımızı götürək. Oradan gedək otelimizə, daha doğrusu Airbnb-dən tutduğumuz evə. Eşlərimizi qoyaq, paltarlarımızı dəyişək, çıxaq gəzək şəhəri. Dəyişik bir yerlərdir. Dəyişik yerlərdir və dəyişik insanlara rast gəlirsiniz burada. Adətən Azərbaycan dilində danışırlar, dəyişik insanlar. Çox sağ olun. Dəqiq olsun. Yəni dəyişik bir havadır. Bana belə çıxmaq istədim, bayaq boyun çatmaq. Gələn il bir balaca da artar boyun. Qəşəngdir, necə hissiyatdır? Xoşun gəldi? Məncə şəkillərdə, videolarda gördüyümüzdən də qəşəngdir. Suyun rəngi mənə də qəşəngdir. Suyun rəngi həqiqətən çox, o göz yaşlı. Sanki göz yaşlıdır. Kənar tərəfdən kanallar vardı, bayaq gördüm bilmirəm. Aha, şəhərin içərisində. Çox şəffafdır. Çox təmizdir sular. Suyun içindəki bütün çınqılları sayarsan yəni. Həqiqətən. Davam edirik biz gəzməyə. Maraqlı yerlər olanda göstərəcəm sizə də. Bu həm bir xatirə qalsın. Xatirə qalsın bizə, həm də ki, bəlkə siz də gəlib buraları görmək istəyirsiniz. Amma zarafat bir yana yayda Qaldığımız yerdən 150 metr uzaqlıqda sahilə Dilək doktorun ad Daha günüdür. doğrusu benim aldığım ama benim olmayan. Diləyin ad günüdür. Axşamlarım 12-də onu təbrik edəcəyik. Çıxmışıq. Evimizin yanında sahili gəzməyə. Çox şuman balkondan görəcək bizi. Amma yox, görənmir. Yox. Buranın dərin olmamağını göstərir ki, dərin deyil yəni. Akşam gündüz daha ne kaldı sende? Işıkta bir an benden çıkınca. Havası çox təmiz, çox yumuşaq. Ha, gül. Həqiqətən. Biz indi mart ayında gəlmişik, amma düşünürəm ki, yay aylarında baxayım. Və sahil boyu belə restoranlar davam edir. Biz isə sürpriz eləmək üçün Camellia Center'a gedirik. Gedib oradan Dilək doktora kek alaq. Xəbəri yoxdur. Evdə elə bilir ki, düşmüşük. Buralarda gəzirik. Bu sənətimizlə bağlı da hansı ölkəyə gedirik? Diş pastaları, diş fırçaları, bu sıralara baxırıq. Yeni markalar, fərqli şeylər var mı, yox mu? Baxarıq. Nutella keksləri də var. Çox tatlı görünürlər hamısı. Thank you so much. Süper. Yox, aldıq. Kassa gedirik. Gəl buradan. Onun daha güzel görünüyor. Baxarıq indi, hansı qəşəngsə onu şey eləyərik. Montenegro Kotor şəhərindəyik, şəhərində. Yağış başladı hal-hazırda.
Geçen kabak var, yağışa baxmayaraq. Bir de biraz şəhəri kəşf edək. Bu şəhər pişikləri ilə məşhurdur, ki bu ölkə. Hər yerdə təsadüf edə bilərsiniz. Burada hədiyyəlik əşyalar olan yerlərdir. Şəhərin simvolları olan pişiklər, heç kim onlara əl vurmur. Hər sortdan, hər sosdan pişiklər var burada. 你像我们在诺维萨德就很少，有的时候我给你还要拿去。 Marketlər, butiklər, hədiyyəlik mağazalar. Böyle bir kilise var burada. Elektrikli, bizim ölkədə bunun səsliləri var, burada səs çıxmır. Adamlar inşa ediblər vaxtında. Yəni dağın arasında, zaten buranın yolları videoda izləyəcəksiniz. Dağın arası ilə elə kəskin dönüşlər, elə bucaq altında dönürsən. O yollar asfalt. İçeride qəribə bir qoxu var idi. Buxurun iyisinə də oxşuyur, nəyəsə də oxşuyur. Nəysə biz davam edək. Məncə sənin bəxtin elə yox. Bu indi video çəkirəm, paylaşacağım. Görüb bəyənəcəklər, elə açılacaqdır. Şamdan mədətim var. Eziyor. Burada sırf pişiklər üçün yemək şeyi belə var. Bunlar çok kaşınır ya. Və hər tərəfdə pişiklər. Bax burada. Burada vaxt. Dirək, deməli burada vaxt timer kimi qoyublar. Oradan yemək boşaldır, yemək su boşaldır bunlara, pişiklərə. Bunu yakınlaştırdın. Baxın. Necəsə bomba gibi. O gəldiyimiz yerdir. Havadan çıxanda qarşılayan mənzərə. Suyun təmizliyi həqiqətən insanı vacib edir. Yəni təsəvvürünə gətir, evim var. Evin arkasında belə bir dənə lokqan mı deyək, qayğım mı var. Çıxırsan özün üçün gəzməyə. Odur, həyat budur. Dağların içində, dənizin kənarında. Hələ buna, hələ buna. Nə axtarır burada?
Amma maraqlısıdır ki, dünəndən bəri baxıram, suyun içində bir dənə də balıq görə bilməmişəm. Neyse, devam edək. Maraqlı yerləri olduqca çəkib paylaşacağım. Sabah inşallah Buduva şəhərinə getməyi planlaşdırırıq. Bu ilə Kotoru gəzək. Bir-iki dənə kilsələrə gedək. Bir şeyler yapıyordum. Çok manasız bir mağazası. Hər yerdə kilsə, hər yerdə belə kafelər. Dilləri rus dilinə oxşuyur, amma rusca danışmağa çalışırsan, başa düşmürlər. Daha çox türkçə danışırlar. Bu əmdə və yaxdan hara gedirəm sıxır qabağıma. Hazır əmi. Maraqlı yerləri çoxdur, gözəl yerləri var. Saat hal-hazırda 11'e bir saniye kalıb kafeler falan yeni açıldı. Bu arada evden gələndə burada şəhərin içərisində də evlər tuta bilərsiniz. Maşın götürəcəydim deyə parkingdə problem yaşayaram deyə götürmədim. İçərdən ev. Amma maşınsız gəzəcəksinizsə və yaxud da ki, parkinglər elə bahalı deyil. İçərdən də evlər kirələyə bilərsiniz. Qiymətlər münasibdir. Gözəl evlər var. Ya, adam 5 daşıyırdı. Velosipedi açdı, gəldilər, kömək elədilər. Çox gülər yüz insanlardır. Bu Kotor qalasının aşağı hissələridir. Arxamda qalanın digər yuxarı hissələri və bu davam edir. Və buradan şəhərə olan mənzərə. Necə gələ bilərsiniz? Biletləri hardan ala bilərsiniz? Harada rezervasiyaları eləyin? Harada qala bilərsiniz? Bütün bunlar haqqında, hamısı haqqında məlumat verəcəm. Çinli turistlərin arxasına onlar yəqin pis yerlərə getməzlər deyə düşünürük. Tohumlarını tapmışım. Aha, gün də oxşayır onları. Boydan, üzlər. Şəhərin müdafiəsinə qalxmışıq buradan. Gələ biləcək bütün təhlükələri görürük əvvəlcədən. Yəni təsəvvürdən gətir, o zaman burada əskəri yeni adamın mənzərəsinin izi gözəl imiş. Oyun tahtlarına geçiyorsun. Sürülərimizlə bizim tayfa da arxadadır. Ben buradan əyilib keçməliyəm.
ve mənzərəsinə. Balkonda və mənzərəsinə. Burada Kotor'a yaxın Petra şəhəridir. Yerli sakinlər oynayırlar. O manastırdı. Ada olan. Ha, o dağ olan yer diyorsan. Şu mənzərə. Bu adalardan biri manastırdır. Burada giriş qadağanında saxlanılmış olmalıdır. Ancaq o birisindən isə getmək olur. Qayıqlarla oraya gedib baxmaq olur. Çox sakitlik, yerlər tərtəmiz. Burada yerli turistləri də görə bilərik. 5 TL'ye çekebilirsiniz abi. 5 euro. Amma çox sakit, İcazəm çox olmadan huzurlu bir çekimi yerdir. çekiyorum. Həqiqətən. Where is the police? Bir dənə söz demək istəyirəm. Sən videonda da düşürəm. Çox təəssüf ki, telefon gördüyümüz qədər gözəl göstərmir. Həqiqətən. Bayaqdan niyə bu foto çəkmək istəyirəm ki, paylaşım. Heç biri o deyil də, göstərə bilmirəm. Məncə də. Yəni Bir də sənin o bir sözün maraqlıdır, yəni insanın o dərdi, problemi nə? bayaqdan mən də çəkməyə çalışıram, çəkə bilmirəm. Yəni sadəcə o baxıb beynimdə həkk etməyə çalışıram bu yerləri. YouTube izləyicilərimiz üçün çalışıram bacardığım qədərini çəkim. Aslında insan övladı çox qəribə bir şey. Deyirsən ki, nə deyir? Dağdır, dənizdir, evdir. Hər yerdə var bu şeylər. Hər yerdə var da bu dağ, dəniz, ev. Amma hər yerin sanki özünün bir abu-havası, öz atmosferası var. Və burada atmosfer sadəcə o türklərin bir söz var ya, huzur, dinçlik, yəni ruhun dincəlir də, həqiqətən dincəlir. Həqiqətən. Tam razıyam. Çox təəssüflənirdim əslində ki, biz tam sezonunda gəlməmişik də. Amma bunun belə bir ayrı yeri var, yəni məncə. Sən nə deyirsən? Elə mən belə olmalıdır həmişə. Yayda məncə buralar həqiqətən daha bir möhtəşəm olur. Amma bu da bir Buranı başqa belə gözəl. deyirsə, dərk eləmək üçün, buranı mənimsəmək üçün elə bu havada gəlmək lazım imiş. Onu düz deyirsən, Hə. həqiqətən. Göz haqqı deyilən bir şey var, ağaçdan düşür. Portakal. Orada da var, həyətdə doludur, yemirlər. Bunlar yemək yemirlər. Akşam yeməyi üçün Ankara restoranını seçdik. Hemen sahildədir, evimizin yaxınlığındadır. Yəni dadları möhtəşəmdir. Ahtapot, aşpinot da yapacağıq. Sonra levrek, çupra. Məkan da geçək bir yerdir. Tövsiyə edirəm buranı, dadları da möhtəşəmdir. Okay, thank you sir. Sigaret yandım. Yok gözle. Aa, bir dakika. Beyaz sütü çıkarttılar. Oraya şam koyarsan. Gözle ben şuramın içindedir. Ay, Gözle, beyaz bekle, demek bekle. evden götüresen. Bir saniye. Şimdi. Dileğini ama tez tut. İnden tutma yandırım. Söndürebil. Tuttun dileğini. Onu terefele. Terefele. Ben de çekmek istedim. Tamam yandırırım. Yani 60 yaşlı kimlik.
İyi ki doğdun. Doğum gününden qayıtdıq. Bu bizim qaldığımız binadır. Binanın altında mağazalar var, idman malları, təzə tərəvəzlər, belə deyək, fresh. Daha sonra üzbəyüzündə belə bir yaşayış binası var. Ən yaxınında belə ərzaq mağazasının olmağıdır, İdea mağazasının. Montenegro ərazisində tez-tez görmək olur. Evin girişi buradandır. Eyni zamanda isə garajın girişini göstərmək istəyirəm. Evin linkini dediyim kimi qoyacağım. Gəlmək istəyənlər Airbnb-dən kiraya götürə bilərlər. Qırıq-qırıq xətləri keçdikdən sonra buradan girirsiniz. Bu yoldan girirsiniz və garaja daxil olursunuz. Zaten ev sahibi bütün informasyonu sizə göndərir, video şəklində, yazılı şəkildə. Dili bilməsəniz belə videodan baxıb asanlıqla bilə bilərsiniz. Bu istiqamət şəhər mərkəzinə gedən istiqamətdir. Ayaqla hardasa 6-7 dəqiqəyə gedə bilərsiniz. Bu istiqamət deməli Petraya gedən istiqamətdir. Əsas yollardan biridir bu. Belə davam edirik. 1 kilometr falan olar belki de tünelin uzunluğu. Dağın içine geçiyor. Aha. Yani ona göre radyo tutmadı sanki. Yolları necədir? Genel olarak yolları dar, virajlı. Türkiye'nin yollarıyla kıyasladıkta Bizim yollarımıza zaten laf yok. Şöyle ince vizyon. aha. Ama Ama pis değil de bence yolları. yok, Dar bizim olsa da. yollar kötü değil ama burası şu an Budva yolunda olduğumuz için bir yapım aşamasında yol genişlendirilmesi yapılmakta. O yüzden biraz daha dikkatli, biraz daha yavaş ilerlemekteyiz. Onun dışında hala keyifli ya. Ekip güzel, ekibin ruhu var. Eğlenceli. Eğlenceli. Çok. Devam edeyim yolumuza. Evet. Maraqlı şeyler çıxdıqsa çəkək onları. Salam hamıya. Budva yolcuları qalmasın. Bu ilə istiqamətimiz Budva şəhərinədir. Oradan geri dönüşdə Tivat. Tivat. Tivat nə ilə məşhur idi? Limonları ilə məşhur. Limon yox, limanı. Mən limonu eşitdim. Aygün neyle meşhur? Tivat nə ilə məşhurdur? Limanıyla, yapılarıyla məşhurdur. İndi dayandır saydıracağım. Montenegronun en lüks şəhərlərindən biri hesab olunur. Dünənlərim baxdıq. Deməli Porto Montenegro deyilən bir ərazisi var, liman. Kanadalı işletmeci deyim, İş adamı. İş adamı tərəfindən alınıb bilək deməli. Kulağım sende hocam. Hə. Adam ora köhnə bir dəniz limanı falan olubdu. Ora yatırım eləyib. Hərbi liman olub Hərbi sənin. liman, hə, dəniz üstü. Ha. Hərbi liman olub. İndi oranı yatırıb eləyib, vergiləri də azaldıbdı. Qiymətləri də biraz azalıb. İndi liman olaraq şey eləyir və Porto Montenegro adı ilə çox məşhurdur. Yəni o yatlar falan gəlib orada dayanmağı üçün olan qiymətləri indirib aşağı. Hə, düzdür. O qiymətləri aşağı indirdiğinə görə Bazar açıqlar, bazar açıq. Bu halk pazarıydı galiba ya. Hə. Düzdür şəhərin mərkəzi hissəsində. Buraları zaten gördük, artıq bezmişik elə deyib buranı görməkdən. Aslında Kotor için bir gün yeterli. Məncə də. Məncə buranın bütün şəhərləri üçün bir gün artıq olması biraz. Ve mesafeler çok yakın olduğu için bir günde 2 şehir bile yapılabilir bence. Məncə də. Mesela dün yaptık gibi bir şey oldu. Hı hı. İlçesine gittik buranın. Bir sola, hemen sola. Buradan. Yox. Məncə də Montenegro üçün tatil planlasaq 3-4 gün maksimum yetər. Bence bizim planlama tam ideal oldu gibi hissediyorum. Olar. Hatta şöyle mi yapsak gençler, bara mı insek bir de Budva'dan vakit bulsak? Çünkü Budva'yla Geri dönüşdə məncə yaxındır məsafə.
üçüncüsüne də gedə bilərik. Tamam. Hı. Hadi akşama qayıdarıq. O zaman Aygün sen... Bak bu beyaz var. Bu Böyle bir hayalım var ha. benim de Suzuki Samurai'ydi bunlar. Dehşet güzel. 1996 modelini almak istiyorum. Ama ona göre sanayide oturasam. Yok kahveni sanayide çayını oturmağına hazırlayıp- şey yoktur. Şeyler var. Şirkətlər var. Məsəl üçün mən baxıram Ankara'da olması lazım. Arazi kimi kendiləri şey deyirlər. Parasını verirsən tüm işlemlerden kendileri uğraşır. Sen Hangisi sanayi bu? gezme. Ankara'da- Atarım ben sana onun Ay, şeyini. çok makbule geçer cesaret edemiyorum bu arabaya. Misal 1496-dan 1878-ci illərə qədər Osmanlının tərkibində olub. Şkoda bir dönemde şey oldu. Şkodra sancağına bağlı oldu. yani Osmanlı esintisi var da burada. Tarih bilgilerimizde. Bu kanal öyle bir kanaldır ki her bir şeyden danışılacak burada. İlla ki. Yani bakın axıra kimi dostlarınızla paylaşın. Kanalımıza abone olmayı Ha. unutmayın. Burada buralara bir yere koyacağız. Abone butonunu koyuram. Abone olun, bildirimleri açın. Need for Speed oyunu var. Oradaki tunele benziyor. Belki de hemen tuneldi. Sağdakı mənzərə yadigar. Oranı göre bilmirik. Gözlüğünü maraqlı. Bu məncə köhnə tunellərdəndir. Wow. Bu Tivat şəhəridir artıq. Ha, Budva şəhəri. Ha. Budva şəhəri Kotor'dan daha inkişaf eləmiş bir şəhəriymiş. Böyük binalar. Bir şey deyə bilərəm. Budva deməli turistik olaraq Karadan ən mərkəzi, ən çox gelişmiş hissələrindən biridir. Təxmini olaraq öz nüfusları 10.000 nəfər olaraq göstərilir. 2500 illik tarixə malik olması ilə Venedik Cumhuriyyətinin tərkibində olub çox uzun illər. 1570-73-də Səfərəmdə Osmanlı tərkibində olub. Amma ondan sonraki bütün dövrlərdə Venedikin tərkibində olub. 2500 illik tarixi ilə Adriatik sahillərində olan ən geçmiş, ən uzun illər öncə qurulmuş, yəni yaşayış məskənlərindən biri hesab olunur. Arkasında dur. Bu gün həmsə Wikipedialıq eləyirəm hə. Güzel görünür. Ve bunun aşağısı plajdır. Oteldi gören yoksa yaşamış. Oteliymiş. Muhteşem de hakikaten. Bizim filmlerde drone'la biri böyle çıkıyor şey odala. Bizim mesleki deformasyonumuzda harda diş ağrıdığınızda görürse dikkatimizi çekin. Budva'nın
Köhnə şəhəri, bu şəhər mərkəzi. Bizim içəri şəhərimiz kimi. Burada şəhərdə olan mənzərə. İçər. İçəri şəhərə giriş qapılarından biri. Hemen o muhteşem deniz karşımızda. Budva qalası. Maraqlısı odur ki, Budvanın dənizindən artıq balıq iyisi gəlir. Ama Kotor'da o iyi yok idi. Fikir verirsən? Kotor'un dənizindən iyi gəlmir, ama buranın dənizindən gəlir. Wow. Ha, orada kum yok idi. Devam edək. Gəzintimize görək daha neler var. Neler bizi gözləyir. Çok maraqlı bir haldır. Deniz dalgalıdır ama burada hellisi yok değil. Sahilden sular gelip Çeşmeye yer tapar. Tamam bir şey. Şu anki deniz kabarı. Bu da çok maraklı bir keçid. İçəri şəhərə Alaca qala qapısı. Güvercinlər sahildə. Kaktus bitir. Daha rahat olacak buradan geçmek. Eğilmeden geçebilirsen. Yok yok bir balaca. Ve köhnə şəhər. Bunların tripodları qəşəngdir. Bax bu tripoddan almaq istəyirəm. Direkt anlar. Dilek gözdə. Hardasız? İçəri şəhərin girişi. əsrdən 17-ci əsrə qədər. Vaxtı məlumatları əlavə edəcəm videoma. Budva qalası haqqında. Bugün bazar günü olduğuna göre şehirde birçok mağazalar işlemir ama burada turistik bir yer olduğu için burada hediyelik eşyalar, daha sonra kafeler bunlar işləyir. Bir şey yaxşıdır ki şehirde tez-tez karşınıza çıxır.
Buradan vize kart vasıtasıyla Amerikan Express'ten başka vize kartlardan buradan pul çekebilirsiniz. Burada bir maraqlı reklamını gördük. Görək nədir bu? Direkt baxaq. Terzi, anime. Çok güzel bir yer herhalde. Marağını çeken nasıl bir şey var? Şeyler her yerdedir. Bu ölçüde her yerde görebilirsiniz. Hiç kimi hiç eləmir. Əksinə yemək verirlər. Her renkten, her sorttan burada bir şey görebilirsiniz. Şeyi izle. Sokak sanatçısını çeksin. Dönmesek dinamika. Güzel çaldı. Hello. Hello. Ticket is 550 per person. Bilet adam başı 5.50. 2 nəfərə 11 avro eləyir. Gəlmişəm buranı görmədik deməyək. Bura içərdə müzeyi də var. Kitabxanası. Həmin dövrdən olan qəzetləri. Maraqlıdır, bu silah olub. Onların kitabxanası olub, çox güman ki. İkinci bir otaq. Maraqlıdır, o zamanlar burada təsəvvürünə gətir. Qərar qəbul edilmişlər ki, hardan hücum edəcəyik. Ya da ki, hardan hücum edə bilərlər, necə qarşısını ala bilərik. Full kitablarla dolu. Бурение живот, Adolfo Muka. Çok okşuyor dilleri Rus diline ama
Çok adam danışmır Rusça burada. Dönem sual verdim. Nesə probleminiz var Ruslarla bağlı. Dedilər yox, sadəcə olaraq bizə daha rahatdır İngiliscə danışmaq. Belə davam eləyək. Və qalanın yuxarı hissəsi. Bu təmir işləri gedir. Aygün baxmaq üçün yer tapıb. Wow, mənzərə. Çox gözəldir. Qorxdum. Bilirdim qorxasan. Yəni buranı necə gəlib fəth eləsinlər, başım çıxmır. Həqiqətən də möhtəşəm yerlərdir. Görünür. İndi ən maraqlı olan yer qalanın ən Məncə də və qalanın ən hündür yeri qalxırıq bura. Arkalar. Baxışı. Bütün bu əraziləri görmək mümkündür. Oteller var yaxında. Həqiqətən gözəl otellərdir. Baxmaq, əylənmək üçün. Ərazi çox belə qeyri-adi. Bizim üçün bəlkə də qeyri-adi gəlir. Az önce burada aşağıdaydık. Sorry. Thank you. Aygün doktor. Əslində bütün səyahət planlarımı hamısını Aygün hazırlayır. Sadəcə o mənə iştirak eləmək qalır. Harada ki mən məsuliyyəti öz üzərimə götürürəm, o zaman işlər qarışır. Amma özü tək plan eləyəndə hər şey yolunda gedir həmişə adətən. Nə vaxt ki mən məsuliyyəti götürdüm üzərimə, nəsə bir şeylər yaşamalı. Hə, deyirəm əslində bütün tətillərimizi Aygün planlayır. Hara gedəcəyik, necə gedəcəyik, haralara baxacaq. Amma nə zaman ki mən öz üzərimə götürürəm məsuliyyəti, hər hansı bir tərslik yaşanır. Biletlərimiz bata bilir, yolda qala bilərik. Davam edək məncə. Deməli burada duran çox qəşəng istidir. Heç istəyən istəyirəm. Başımı belə eləyirəm. Buradan çox gətir, sərin. Çox
yüksekte gör ne kadar yükseğe kalkır. Orası maraqlı. Boyum da çatmır tam bakmalı bence. Heç nə olmaz, YouTube'da izləyərsən, çəkmişəm hamısını. Sağ ol. Görmədiklərimi göstərəcəm sənə. Bəli, tək sənə yox, hər kəsə. İnşallah ki, bəyənərlər. Bəli, müdafiə üçün istifadə edildikləri toplar. Bu da heykəl. Və Budva şəhərini kəşf eləməyə davam edirik. Tschüss. Qarışdırdım adamlarla. Səhv ingiliscə salamlaşıram, almanca sağollaşıram. Davam edək. Getdim orada keşişlərə qoşuldum. Bırakmırdılar. Çok komik bir olay oldu. Anlatacağım. Denen. İsim biriyle konuştum. Aha. Ama çatlat İngilizcem maalesef iyi değil. Tamam. Diyor ki şeydir, nerelisin diyor. Ben diyor İstanbul'a saç ektirmeye geleceğim. Harda enteresan adamlar var sen tapar. Adam da gör saçlar seyrek falan. Diyor ki siz nerelisiniz? Dedim Türkiye. Diye şeydi. Türkiye'm dedi. Ben İstanbul'a geleceğim, saç ektireceğim. Valla gör şansa bak. Gördün erkek Yaxşı demədin ki, doktoram deyəcəkdi şimdi yaptım. Ama yok, keşke deyərdim. Bence Ruslu adam. Mən olsaydım artıq şey eləmişdim. Fotoğrafını da çektim. Mən olsam artıq vizit kartımı vermiştim, klinikanın adını falan demiştim ve klinikanın direktör olduğumu söylemiştim. Peki saç ektirme Ne diyeyim? sağlık. Aygün bilir ha yani. Gidiyor. Ha? Ben şeyin fotoğrafını çektim. Neyin? Instagram'da gördüğünüz mü bilmiyorum. Balerini buldum. Ne balerin? Balerin vardı ya heykel. Ben görmemiştim onu. Hardadır ki o? Hem de buranın Simgesi de. ya Harada biz da o? giriş yaptırdık. Ha, ha, ha. Girdik ya E bu ilk kapıdan. balerina var. Baba bu. Ha. Bir saniye. Nerede? Biz giriş yaptık ya. Bak orada hemen diğer sağ taraftan gidenler. Aa, oraya gedərik də. Olsun. Zaten buradan çıkalım. Ah bak gelelim. Tamam, oraya gedib baxarıq. Ben şuna bak. Baxın, kitab kimidir? Bəlkə alaq ondan bir dənəsini. Çok aldım. Nuş olsun. Çox sağ ol. Ya da baxım göster. Nələr aldın? Margarita sənin üçün özmədə biftekli olanı. Təşəkkür edirəm. Və şəhəri tərk edirik. Hara gedirik? Nə barı? Bar. O sizin bildiğiniz barlardan değil. Ailevi bar. Şəhərin adı barıymış. Barsti. Babatya. Mən də görməmişdim. Biraz enerji depoladıq. Köhnə şəhərdən çıxan kimi modern şəhəri qarşılayırıq, qucaqlayırıq. Gördüyüm ölkələr içərisində maraqlı ölkədir bu da. Gəzin, hələ ki gəncsiniz, hələ ki sağlamlığınız yerinizdə. Məsləhət görürəm, siz gəzəsiniz, dünyanı görəsiniz. Qab-qacaq az alın. Evin barısını qaldırmağa çalışmayın.
İmperial Orta modundayam. Qonşunuzla bəhs eləyəsiniz deyə bahalı maşın almayın. Məncə gəzin, dünyanın dadını çıxarın. Yəni indi Budvanın simvolu olan balerin heykəlinə doğru gedirəm. Biz getməyə hazırlaşırdıq, amma getmədən bunu görməmək məncə düzgün deyil. İstədim siz də görəsiniz. Ailənizlə gəlib rahat istirahət eləyə biləcəyiniz yerlərdir. Təhlükəsiz ölkədir. Heç kimə heç nə demir. Gecə vaxtı küçədə gəzə bilərsən. İnsanlar çox mülayimdirlər, çox gülərüzlülər. Dil bilməyinizə ehtiyac yoxdur. İngiliscə mən bilmirəm, alman dili burada keçərli deyil. Amma çox rahat insanlarla anlaşa bilirsən. Hər yaşdan insanlar gəlir bura. Hər millətdən, hər yaşdan turistlər gəlir. Və bəli, bu da o şəhərin məşhur heykəli. Balerin heykəli. Balaca dostumuz da var imiş burada. Necəsən? Başka bir bucaktan. Hakikaten güzel görünüyor. Necə? Həqiqətən burada maşın üçün çox çətin. Məncə də. Yəni maşın götürsünlər, elə baha deyil. Onsuz avtobusla falan getmək istəsəz daha baha başa gələr və həqiqətən də əziyyətli olur. Amma maşınla həm sərfəli, həm daha rahat. İstədiyim bir şəhərə, istədiyim vaxta getir. Çünki biz də baxmışıq bizdən öncəki blogerlərdə, videolarda, blogerlərdə, kökümüz blogerik. Nəysə və istədiyim odur ki, bizdən öncəki videolarda görmüşüm, orada da tövsiyə eləmişlər ki, çalışın mütləq maşın tutun. Çünki şəhərlər arası məsafə var müəyyən qədər. Düzdür, çox uzaq deyil, amma avtobusla getmək üçün biraz uzaq. Və yaxud da ki, taksi ilə getmək bahadır. Zaten taksi ilə getmək üçün bahadır. biz belə deyək də, aeroportdan qalacağımız şəhərə kimi taksiyə verəcəyimiz pulun üzərinə biraz qoyduq. Yəni düşün ki, bunun gediş və dönüşü var. 80 avro falan təxmini belə bir şey idi. Podgoritsa'dan Kotora təkcə taksi ilə getmək 80 avrodur. gediş dönüş bu eləyir təxminən 160 avro plus minusdan. Gedib gəlmək. Biz amma 150 avro verdik. 150 Hələ avronun endirim içərisində elədik. endirim elədik 140 140 avroya. avroya. Təbii ki, Azərbaycanlı olduğum üçün. 3 günlük sigortası daxil. Sigortası daxil. Sadəcə olaraq sonda belə deyək. Benzini dolduracağıq və necə Bizə almışıq pul veriblər, bizə pul qaytarmalıyıq. Buradan keçək. Sorry. Və qalan belə deyək də gəzdiyimizdə bizim özümüzə qalır. Məncə Bəli, bir də orada şeydir. Maşını tutanda, kiralayanda çalışın ki, 200 nəqd. avro depozit pulu verirsiniz. Bir də nəqd versinlər. Nəqd deyin ki, nəqd edəcək ödənişi, onda şey gedir. Bir də nəqd eləyəndə, deyəndə ki, nəqd ödəyirəm, endirim. Bir dənə bir şeyə çox nöqtə mütləq yada salın. Demişəm artıq onu. Avro məsələsində. Bəli, pulunuzu avroya çevirin, gətirin. Bəzi banklar müştərisi olmadığınız üçün pul dəyişmir, bəziləri isə Çox əziyyət çəkdik. saat var, tez bağlanır. 2 gün biz pul xırdalada bilmədik. Amma sonradan xırdalatdıq. Yəni buna görə mən məsləhət görürəm ki, gələndə pul xırdaladın gəlin. Dilək hər halda buralarda bir yerdə, bəlkə də maşına doğru gedir. Kanalımda sadəcə olaraq iş haqqında yox, eyni zamanda dediyim kimi mənim tətil videolarım olacaq. Bu Azərbaycan daxilində olan səyahətlərimiz olacaq. Xarici ölkələrə olan səfərlərimiz olacaq. Hardan necə biletləri almaq lazımdır, hansı qiymətə, harda ev tutmaq. Öz təcrübələrimi bölüşəcəm sizlə. İzləyin, izləməyə davam edin. Üzv olun, dostunuzla bölüşün, paylaşın. Belki de bu video sizi ilhamlandırar.
Yəni çox adam fikirləşir ki, dili bilmirəm. Mən necə gedib orada baş eləyə bilərəm? Valla mən də bilmirəm dili. Amma gəlmişəm, rahatam, gəzirəm. Heç kim heç turist olduğunu demir. Yəni əlinlə işarə eləyirsən, qiyməti zaten göstərirlər. Baxırsan, bilirsən hər şeyi. İtirmişik birbirimizi. Yəni gəlsin. Budva ilə bar arası 38 kilometrdir. Plajları. Yolları çox qəşəngdir. 2006-cı ildə müstəqillik qazanmış bir ölkə üçün məncə çox inkişaf edildi. Bu videoda belki de en çok istifadə edildiğim söz çox möhtəşəmdir. Bir də hər yerdə pişikləri görə bilərsiniz. Orada. Ne adası? Stefan. Reti Stefan adasıdır. Ada hal-hazırda otel kimi fəaliyyət göstərir. Yalnız otel müştərilərinə adaya keçməyə icazə var, amma qalan heç kəsə yəni oradakı oteldə yaşamırsansa, qalmırsansa, qonaqlamırsansa o keçə bilmirsən. Bir cəzasız adı var ha bayağı. Aynen. Zaten çektiyle gideceksin. Yok ya, yine öz botunla falan gidersənsə, yüzə. Yol kimi bir şey. Ha, körpü kimi. Bence görmüşüm ben onu internetdə. Onda həmin o adanın şəkillərini yerləşdirərik bu videoya. O çok qəşəng oteldir bu da. Çok güzel plajı var. İnsanlar da çimilik hal-hazırda. Gerçekten mi? İşte bir kızı babası evlendirip bir neçə kənd o tərəf, bir neçə dağ o tərəfdəki bir kəndə verirlər. Belki bura baxaq ondan sonra. Olar, burada saxla. Şimdi o bərklarım dediğimiz adaya yukarıdan kuş bakışı bakmağa gelmişik. Adı neydi bu Bu da adanın? o məşhur Sveti Stefan adası. Çok izole bir adadır. Otel var içerisinde. Bəli, bayaq dedim. Sonra Əvvəl monastır falan da var idi. Yerli əhali olurdu, amma indi demək olar ki, ancaq otel kimi fəaliyyət göstərir. internetten bakarız bu otelin qiymətlərinə, linklərini falan yerləşdirməyə çalışarım. Gerek yoktur bence yani. Bu adamı qıraqdan Bir görmək gün. daha Bence gözəldir. bir gün. Saçlarını rüzgar uçlar tararmış. İpekten ince kirpikleri gülermiş hep bebekler gibi. Lütfen taşıyamayabilirim, düşerim birden. Ne de güzel o.
Sahile Bar şəhərinin portu, limanı. Şəhər limanı ilə Montenegronun ən böyük portu bu şəhərdə yerləşir. Bazar günüdür, digər şəhərlərdən fərqli olaraq insanlar gəzirlər. Maşınımızı burada saxladıq, parkingdə. İndi çıxıb gəzəcəyik, buraları biraz gəzək. Əslində çox acımışam. Düşünürəm qızlar da acıyıblar. Bir yemək yesək bəlkə yaxşı olar. Məncə sən də acımısan. Aygün də məncə acıyıb. Bunu manifestləyirəm. Kasıbım ey. Dura manifestləyirəm. Fakir düşüncesi ya. Hangisini? Sen söyle, ben onu şey yapmayayım. Tamam. Adam da eşitti ki der ileride yekası var bir tane. Gel onu manifeste. Bunu ne inirsen bu balacadır. Kasıp da. Kanımızla hafif da bir kasıplı. Ve orada yekası var. Gedim onu şeyleyeyim. Ay sen niye heç nə demirsən? Həmişə mən sənə deyirəm ki, balıq, xəyal qurursansa yekə xəyal qur. Mən orada Olsa pulsuzdur. Üzə. Bu üzə. Amma adam keyfimi yaxşı açdı ha. Bayılıram bu tiplərin, bu çox xoşuma gəldi. Dəhşətli dərəcədə çox türk var. Amma- İlk dəfə burada bir dənə Xızı dağları mahnısını qoyan bir Azərbaycanlıya rast gəldim. Amma hara gedirsən, maşallah türklər. Ya yolda gedirik, söhbət edirsən, görsən ki, yanında türklər danışır. Dəhşət çoxdur burada. Bu qədər çox təsəvvür eləmədim açıq. Niyə gedək mən yatma? Gedək də sensin də. Bunlar qəşəngdir bax bu ikisi. Bunu gedirəm manifestləyəm. İnşallah ki, adamla üst-üzə düşmərik. Çünki Nə olacaq eyni modeldən bir dənə? yox, qarışdıracaqdı. Yuxarıdakı qarışdıracaq ki, hansına verim. O da istəyir, bu da istəyir. Bu da pis deyil. Başlanğıc üçün bax bu. Gedək bir dənə bahalısını tapaq. Hələ gəldik, çatdıq mənim yatıma. Manifestlədim səni. 7 aldım, qəbul elədim. İnşallah ki bir gün bu da olar. Bu həddə gəlib çatarıq. Sonra bu videonu açıb baxaram, deyərəm ki, illər öncə demişdim, istəmişdim. Allah kimin nə ürəyində arzusu var, getirsin. Elə bir böyük bir arzum yoxdur, elə bu bəsdir mənə hələ ki. Bir neçə illik bu bəsdir. Qara da qəşəngiymiş. Ama bu daha böyükdür. Bunu seçtim ben. Bu da qəşəngiymiş. Yox, elə o. Mənki odur. Bu yox da bunun, bu yox, bunun arxasındakı. Yaraşır mı? Qəşəng də yaraşır. Sadəcə bir dənə paltarımı dəyişəcəm. Bu talı sərvişkə. Biliyoruz dayılar balıq tutur. Baxaq görək nə tuturlar, nə inirlər, nə var. Davam edək. İnsanlar balıq tutur. Buna bak. Peki baxaq buralara yemək yerinə. Dağ başında geçit varmış. Nereye bak?
Baxaq burada yer olsa, istəyirsiniz burada oturaq. Biraz gölgəli olsun. Ha. Orası da var. İki dəqiqə çıxdı getdi kənara, gedib özünə saçlarına taç falan düzəldi. Qəşəng yaraşır ondan. Çox sağ ol. Bir səfərdir. Girişdə bir balaca tıxac var. Həftə sonudur. İnsanlar hər an bir yerlərə gelir, bir yerlərdən gəlir. Şəhərin girişində Tivet hava limanı var. Tivet kotordan üzbə-üzdə yerləşir. Baxdıqda bir-birlərini görmək olur. Bu da Tivetin avtobus dayanacağıymış. Avtobus alanı yemin herhalde. Bir deniz görünüyor. Denizin sahibinde. Orada girə bilərsən, o dayanmaq, durmaq qadağandır. Önüne park yeri var. Önüne sağda. Bəli, biz artıq buradayıq. Bu da hamının bildiyi həmin o yat limanı, gün batımıdır. Batımıdır. Çox gözəl güzelliklər. Burada deməli qiymətləri, kirayə qiymətlərini indirdikləri üçün, yaxud da ki park qiymətlərini indirdikləri üçün Avropada bir çox insanlar, gəmi sahibləri gəlir burada gəmilərini park edir. Buradan gəmi üçün lazım olan elektriklərini alırlar. Sularını göstərim. Buradan sularını alırlar. Kartları olur, kart oxudurlar. Lazım qədər içməli sularını, şirin su ehtiyatlarını toplayırlar. Yaxında marketlər var. Marketlərdən
alışveriş eləmək kruiz gəmiləri. Uzaqda da yaxınlaşdırmaya çalışacağım. Bəli, arkada kruiz gəmi, kruiz səfərləri edən insanlar düşüb burada alışverişlərini edə bilirlər. Bence bayaqları manifestdə deyim, qayıqları qoyum. Onları qayıq deyirəm artıq, qayıqları qoyum kənara. Bunları başlayayım manifestləməyə. İstərdim burada Azərbaycan bayrağı olan bir gəmi görüm. Bilmək olmaz, bəlkə də o mənimki olacaq. Bəsdir bu sənə? Benim neden yakılıyor? Ve zənginin malı kasıbın çənəsini yorar. Gəlmişik varlıların yatlarına baxmağa. Biraz keçsin hesablayacağıq. Girim internetdən baxım görüm neçə olur bunların qiymətləri. Burada evler falan da var. Bu da zengin uşağı içeride. Dur şimdi sigaret çekecek. Cemaat buna necə heyranlıqdan baxır bu da. Biraz belə qürrələnəcək herhalde. Hamısı birbirinden güzelli. Yatlar hakkında o kadar məlumat olmadığı için bilmirəm hansı yenidir, hansı köhnədir. Hansının nə özellikləri var. Məsələn, Polşa bayrağı görürəm burada. Əsas Kotor'un bayraqları, Montenegro'nun bayraqları var gəmilərdə. Yani bir dənəsi var, üzərində jet skisi aşağısında qayığı var, indi onu göstereceğim. Polşa bayrağıyla. Qayığı, jet skisi. Bu başka bir şeydi. Çok güzeldi. Bu daha da güzel. Adına bakar. Amir 120. Tapacağım görün içədir bu qiymətləri. Bu nədir? İçərisində baseyni var, aman Allah'ım. Bu kadar da yok. İçərisində baseyni də var. Bağışlayın, baseyn değilmiş, jacuzziymiş. Bu da geçen giymiş. Stormline Alex, geminin adı Alex'ti. Biz gidiyor orada kasp fiyatlarına bakalım. Aradım, açmadı. O da hava yapıyormuş. Tekrar döndü, açmak istemiyor.
İçerisinde sörf tahtası var. Adam oturup istirahat ediyor. Camın adı Bar Montenegro'ydu. Buranın bar çağırıyla bir alakası var mı? Yok mu? Buradaki kasıplar için olan balaca yaxta var. Bu da pis değil. Dayımın keyfinə bax, dayım öz gəmisinə gedir. Dayı keyfdədir. Sonra futbol var. Güzel gəmilərdir. Öndən görüntüləri. İçinde adam var. Oturup ürəyi sıxılır, internette oynuyor. Yani su var, filtreden geçiyor. Daha sonra yemeğe dahil olmuş. Devam edelim. Xoşun gəldi? Ad günündə alım. Yaxşı. Ama bunu yok, bunun orasını biraz şeydi. Yok, oyuncağını yok, özünü alacağım. Gəlin gedəyim. Keyfim pozulur. Keyfim pozulur burada. Deyirəm ki, o zənginin malı züğürtün çənəsini yorarım hesabı. İndi axşamlarım hələ gedib gəmilərin adlarını şey eləmişəm. Axşamlarım gedib baxacağım, qiymətlərinə baxacağım. Alabiləcəkmişiz kimi. İnşallah alarıq, niyə? Çox çalışsaq. Kasımın deyir nəyi də olmasa qəşəng xəyalları var da, bomba xəyalları var. Baxım çəkirəm, deyirəm ki, bu da kasıb gəmiləridir. Beğenmemeye baka. Bizim hiç o da yok. Valla geldik millet onların devletini videolara aldık. Artık geri döndük. Adam oturub yatında oturub, neçə milyonluq yatdı. Biz belə ağzı açıq baxırıq. Adam həyatdan elə küskün şəkildə oturubdu. Elə bil ki, ta bunun problemləri aşırdı. Bizikti de gelen giden bunu çekir. Keşke benim de öyle bir derdim olsa. Allah mənə elə dərd verir. Amin. O da olar. Bence oraya doğru biraz devam edeyim. Mekanın içi belədir. Gözəl şilyatları var. Çok farklı bir dizaynda. Çıxırsan, çıxanda qarşılaşılan mənzərə budur. Doğani bir yer kimi görünür. Kronometr. Kronometr. Siparişlerimizi veriplər. Keyiflər yerində. Maraqlıdır, bu Tivat havalimanı işləyirmi? Məncə işləyir. Doğru gidirsən. Daxili, ölkə daxili səfərlərdir, hə? Şey açık değildi, yurt dışına açık değildi. Hatta biz şey yapmıştık ya, gün bakmıştık. Servisinde.
Bu da Montenegro'da yol qırağında dayanmışıq. Qəbirstanlıqları deyim. Maşınımızı orada saklamışıq. Keçək içəriyə. Burada kiliseleri var. Bizdə kimi qəbirlərin üstü navesiyan oturmuyor. Sadə qəbirlər. Allah rəhmət eləsin. O biri dünyalarını versin. Bir şey maraqlı deyim. Nə? Bəzi qəbirlərin üstündə 4-5 nəfərin şəkli var, yazısı var. Hə. Bir qəbrə bunlar bir neçə nəfəri dəfn edirlər. Yəqin üst-üstə. Yəqin üst-üstə dəfn ediblər. Üst-üstə yəqin dəfn ediblər. Ya da ki, bax bunun yanında yerlər var. Bu ölüm şeyini qeyd edib bax. Bunu deyirsən, bu qəbir deyirsən məsələn. Hə. Burada neçə nəfər var? 3 nəfər yazılıb. Burada altda məsələn şeydir, bu girən hissədə. Qəbir yerləri də var, dərinliyi. Bildim. Burada belə bir şey var. Orada alt hissəsində seksiyalar var. Yan-yana. Bax məsələn burada Belə bir şeylər var. Sanki oranı açmaq üçün, tərk etmək üçünmü? Bax, çox su Hə. var bundan. Hamısını yoxam bu çox. o betonu qaldırmaq, mərməri qaldırmaq üçündür. Bax burada düşək göstərim. Bax burada qapı kimi deyim, nə deyim, şey var. Bunda yoxdur amma bu birislərdə var. Bax bura məsəl üçün 4 dənə bölmə var. Gördün buranı? Və burada indi hal-hazırda 2 nəfərin şəkli qoyublar. Sonra bax orada var, bağlayıblar, hörüblər. Orada var, dəmirdən olanlar var. Amma o tərəfdə mən gördüm. Hı. Qəbrin içi dərindir. Hə, Amma yəni bu boyda deyildi. Məsələn, onun seksiyaları balaca. yəqin üst-üstə. Ya da yanındakı kimisi almaq. Artıq hava limanındayıq. Avtomobilci təhvil veririk. Deməli, beşləri götürəndə çıxışa çəkilməmsə buradan çıxırdı. Çıxış qapısının yanında Renault Rent deyilən bir yer var. Biz buradan götürdük avtomobilləri. Sizin üçün göstərəcəm hətta hansı avtomobillər var. İnternet saytları da var, onları da qoyacağım. Bu avtomobillər var. Çox qəşəng idi, çox zövqlü idi bizim üçün. Əyrə dondu, hərəkət edirəm. Yerimiz biraz arxadadır. Artıq baxır. Hamımız hazırız. We kindly ask you to follow the visual Ayakkabı yastığının directions içinde paltarlar var. İşinizdir, başlasın. Benden de. Yaxşı deyil, tepkimiz. Kimsə dönüş.